Господин Давид, у нас такой вопрос для вас. Вот человек сидит, стоит, склонив голову вперед. Влияет ли осанка на развитие детей? Вот он так стоит, он так сидит. Для кого-то может быть неожиданный. Вроде бы какая связь между осанкой ребенка, то, как он Bəzilərə təəccüblü gələ bilər ki, məsələn, uşağın oturub qabağa əyilməsi, görəsən onun inkişafına bir təsiri varmı, yoxsa yox? И ответ тоже будет неожиданный. Вот как сейчас Cavabımız da qeyri-adi olacaq. Родители, есть очень большая связь между осанкой ребенка, то, как он Çox сидит, böyük təsiri var. кстати говоря, не только ребенка, это касается любого человека, и его развитием. İnkişafına nəinki uşaqların hər bir kəsin deməli mütləq şəkildə təsiri var. То, что я сейчас сказал, оно неожиданное. Об этом нигде не говорят. Bu haqda heç kəs heç bir yerdə danışmır. Специалистов, которые занимаются с детьми, их этому, насколько мне известно, тоже не обучают. Xüsusi mütəxəssislər ki, uşaqlarla işləyirlər, onlar da heç bu haqda öyrənmirlər. Я вот немножко поясню, с вашего позволения покажу. İndi mən sizə bunu göstərəcəm. Одно дело, когда, скажем так, ребенок и взрослый, они могут быть сутулыми, вот такими. Вот Uşaqlar və böyüklər. Голова опущена. Вперед, голова вперед. И вот так вот многие дети, из тех, которые к нам приходят, Çox uşaqlar, bizə gələn çox uşaqlar bu formadadılar. Bu formada gəzirlər bu uşaqlar. Bizə yəni müraciət edən uşaqların böyük əksəriyyəti. И вот сейчас вот тоже расскажет о том, насколько это меняет по их опыту. Если просто расправиться вот так вот. Bax beləcə deyir. Грудная клетка. Sinəni qabağa verib, bax belə arxaya dayanmaq. Раскрыться вот так вот. Sanki açılırsan da bax belə. Голову приподнять, подбородок приподнять. Çənəsini yuxarı qaldırmaq. И состояние, и самочувствие, и настроение, самое главное, способности станут намного лучше. Вот я передам микрофон. Özünüzü bax bu formada dayananda nələri qeyd etdi? Əhval-ruhiyyə gözəl olur, belə deyim də. Sanki ürəyimiz açılırdı. Belə deyir, mən belə dayandım, mən özümü yaxşı hiss elədim. В данном случае, когда у моей дочери Юлии, у нашей дочери Юлии осанка была немножко ниже, mənim qızım Yulya'da, yəni onun Fatimə xanım, asanka sözünün tərcüməsini təcili olaraq mənə deyin. Onurğasının, onurğanın, yəni bax beləcə üzü irəliyəydi, 13 yaşı var Yulya'nın. Когда осанка стала у нее намного лучше, когда она стоит и голова находится прямо и говорит, то более внятно, понятно и İndi artıq onun bax belə идет разговор, идет речь, ставится предложение, скажем так, очень так довольно уже менялся, да? Меняется, да. Меняется, да, когда Yəni hətta o duruşun, hətta o belə deyim də sinə qabağa, onurğanın düz dayanmasının belə bu uşaqların fiziki inkişafına çox böyük təsiri var və valideyn Yulya'nın atası deyir ki, biz bunu öz Yulya'nın üzərində bunu təcrübədən keçirmişik. И даже сейчас, как у нее бывает манера, чуть появляется опять başı deyir aşağıya gedəndə что-то сказать. Опять что-то непонятное как бы получается. Başı aşağı deyir olanda, bax belə, hətta danışanda belə nə danışdığının fərqinə varmaq olmur. Amma deyir, bax bu formada dayananda, yəni onurğası düz şəkildə dayananda danışıqları belə, tələffüzdə sözləri, kəlmələri belə düzgün tələffüz edir.